Bismillahirrahmanirrahim. Yəni qardaşlar, Allahdan qorxun. Özünüzə aid olmayan, lazım olmayan şeylərlə nə özünüzü, nə başqasını yükləməyin. Kimsə sizə bu barədə sual verəndə deyin ki, bilmirəm, heç öyrənmirəm də. Canıq çıxsın sizə bir hərf gətirsin ki, siz bunu öyrənməklə mükəlləfsiniz. Allah Əzzə və Cəllə İsra surəsində buyurur ki, وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا. Elmin olmayan bir şeyin arxasınca getmə, düşmə. Çünki qulaq, göz və qəlb bütün bunlardan sorumludur. Bunların hesabını qiyamət günü Allah Əzzə və Cəlləyə verəcəksiniz. İmam Tirmizinin Hasan ibn Abu Talib radiyallahu anhudan gələn hədisdə buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, min husnil islamil mər'i tərkuhu mə la ya'nihi. İnsanın İslamının gözəlliyi ona aid olmayan şeyləri tərk etməsidir. Tövbə edin, Allaha dönün, bir-birinizə Allahın yükləmədiyi şeyi yükləməyin. Bizdə belə bir fikir yaranıb ki, hər bir məsələdə hər bir müsəlmanın rəyi olmalıdır. Yoxdur belə şey, batildir bu. Rəy, fikir, ictihad əhlinə aiddir. Siz heç yerdə belə şey eşidə bilməzsiniz ki, deyilsin. Müsəlmanlar bu haqda 2 və ya 3 görüşdədir. Ancaq belə eşidərsiniz. Alimlər bu haqda müxtəlif görüşdədirlər. Sən isə utanmaz düşmüsən ortaya, ümmətin canına, mənim rəyim budur, mən bu görüşdəyəm, yəni heç mi Allahdan həyə etmirsən? Buraya gəlmək üçün göstərdiyin çabanı göstər görüm. Araşdırmalarını, ayələrinin, hədislərin, sahabələrin sözləri üzərə olan araşdırmalarını ki, deyirlər, universitetdə disertasiya müdafiə etmək. Müdafiə etdiyin disertasiyanı göstər bir zəhmət. İkrah ayəsi üzərində neçə təfsir oxudun? Kimlərin təfsirini oxudun? İbn Teymiyyə rahimehullah buyurur ki, mən bir ayə haqqında hökm verməzdən əvvəl 100 təfsirə baxardım. Sən neçəsinə baxdın? Baxdığın təfsir alimlərinin görüşlərinin haqqa ən yaxın olanını nə ilə ölçdün? Hansı elminlə, hansı tərəzi ilə ölçdün? Digər alimlərin görüşlərinin batilliyini nə ilə isbat etdin? Hansı dəlillərlə isbat etdin ki, axırda sən rəy sahibi oldun və digər rəyləri də sapıq oldu, kafir oldu. Filan şeyi ikrahdan görən kafirdir, filan şeyi ikrahdan görməyən, nə bilim, zındıqdır, kafirdir. Bu görüşdə olanlar bunu əqidə mövzusunu edib, bunu gündəmə çevirib, ümməti bununla sorumlu tutan, bunun üzərinə əqidə bina edən, bunun üzərinə hökmlər bina edən, bunun üzərinə insanları, avam müsəlmanları təkfir edən kəs bir nömrəli zındıq özüdür, bir nömrəli sapıq özüdür.